aparıcı başa düşməlidir ki, o təxəyyülü genişləndirən bir şəxsdir. İnsan danışdığı sözün məsuliyyətin fərqində olmalıdır. Sadəcə səsim var deyə efirə çıxacam deyən aparıcılar güman ki, səslə də yadda qalacaqlar. Başa düşməlidir ki, bax, o düşüncədir, o sadəcə səs deyil. Mənim bir prinsipim var həyatda, istər radioda, istər başqa sahədə. Az olsun, saz olsun. Nə qədər insan varsa, o qədər zövqlər var. Bütün zövqlərə oxşamaq qeyri-mümkündür. Aparıcı birinci növbədə anlamalıdır ki, səsi, danışığı onun alətidir, daha dəqiqsən fırçasıdır, intonasiyası və verilişin formatı isə palitradır. Necə rəngləyəcəksən, səndən asılıdır. Sadəcə aparıcı mənə elə gəlir ki, bəzən özünü dinləmir. Robotun, süni zəkanın soyuq əlləri, isti nəfəsi, isti danışığı əvəz edə bilməyəcək. Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmailovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Bugün mənim sevdiyim radio mövzusu ətrafında yenidən müzakirə aparacağıq. Çünki bugün audio-vizual medianın mən hesab edirəm ki, daha çox təsir imkanları genişdir və ona görə də maarifçilik fəaliyyətinin audio-vizual mediada yayılmasının cəmiyyətin, insanların təfəkkürünə daha müsbət təsirləri olduğunu düşünürəm. Və studiyamızın çox maraqlı bir qonağı var. Bugün arxa planda mənim qonağım tanınmış radio aparıcısı, televiziya aparıcısı və Media FM-in baş prodüseri Emil Nəsirovdur. Emil bəy, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Bəksiz də olar. Mən düşünürəm səmimiyyəti qoruyub saxlamaq məqsədi ilə. Necə ki, radioda prinsipcə biz dinləyicilərə bu səmimiyyəti saxlayırıq. Elə gəlin bir-birimizə icazənizlə sən deyə müraciət edin. Tamam, onda elə birinci sualı belə başlayayım. Siz artıq uzun illərdir ki, səhər efiri aparırsınız. Səhər saat 8-dən 10-a qədər hansı ki, insanların işə getdiyi, bəzən səhər tıxacların olduğu və mən özüm də təbii ki, sizin efirinizi dinləyirəm. Əvvəlcə istəyirəm səhər efiri aparmağın, səhər yəni siz şux olmalısınız, dinləyiciyə pozitiv enerji ötürməlisiniz. Onun xüsusi bir məsuliyyəti varmı, yoxsa siz fərqi yoxdur? Vaxta diqqət etmirsiniz. Əsas radio efirini mükəmməl aparmağı missiya kimi qəbul etmirsiniz. Radio aparıcının məsuliyyəti onun sadəcə səs deyil, düşüncə daşıyıcısının olduğundan. Yəni aparıcı başa düşməlidir ki, o təxəyyülü genişləndirən bir şəxsdir. O başa düşməlidir ki, o hal-hazırda sadəcə efirə çıxmır. O hal-hazırda evlərə qonaq təşrif buyurur, avtomobil salonlarına təşrif buyurur və uzun bir məsafə və bu məsafədən asılı olmayaraq yol yoldaşına çevrilir və bu mənada insan danışdığı sözün məsuliyyətin fərqində olmalıdır. Sadəcə səsim var deyə efirə çıxacam deyən aparıcılar güman ki, səslə də yadda qalacaqlar. Amma anlasalar ki, onlar düşüncənin, hər hansı bir istiqamətin daşıyıcılarıdırlar. Bu mənada rahatlıqla dinləyicilərlə məsuliyyətin fərqində olub sözünüzə qüvvət, bir görünməyən körpü yaradaraq insanların ruhuna toxuna biləcək. O səmimiyyəti yaradıb, necə deyərlər, könüllərini oxşayacaq və zövqlərini oxşaya biləcək. Mənsuliyyət insanın, aparıcının bir düşüncə təkanverici qüvvə olduğundadır. Yəni başa düşməlidir ki, bax, o düşüncədir, o sadəcə səs deyil. Və Emil, burada maraqlı olan məqam nədir? Biz sadiq izləyici kütləsindən həmişə danışırıq. Televiziya üçün keçərlidir. Məsələn, biz yazılarımızda sadiq oxucu kütləsinin vacibliyindən danışırıq. Bir də maraqlı bir tendensiya var. Sadiq radio dinləyicisi. Məsələn, mən hər zaman düşünürdüm ki, biz indi uşaqlıqda o qırmızı statik radiolar var idi hamının evində və yəqin ki, mənim kimi radio həvəskarları var idi. Səsi dinləmək, insanı görmədən onun səsi ilə, onunla hansısa bir mənəvi bağlantı, ünsiyyət qurmaq. Amma son dövrlərdə bu sosial medianın imkanlarının artması, YouTube, TikTok və digər platformalar evlərdə radio dinləyicisini səncə azaldıb? Yəni bu gün radio deyəndə ancaq avtomobil sürücülər, radio dinləyicisi deyəndə ancaq avtomobil sürücüsü mü nəzərdə tutulur, yoxsa evlərdən dinləyənlərdə də hələ o sadiqlik var? Əslində bu uzun prosesdir. Götürək 1926-cı ildən radionun paytaxt Bakıdan yayımlanmasını, noyabrın 6-sı səhv etmirəmsə, Bakıdan yayımlanan Azərbaycan radiosu daha çox mədəniyyətimizin o zənginliyini çatdıran, hökumət qərarlarını çatdıran və müharibədən, 2-ci Dünya müharibəsindən, o cəbhədən olan xəbərləri çatdıran bir maşın idisə,
çox kəsat bir vaxt ilə çıxırdı efirə, bir neçə saatdır. Daha sonra o transformasiya uğrayıb sözün yaxşı mənasında müstəqilliyimizin bərpasından sonra 91-ci ildən sonra belə deyim də özəl kommersiyalı radiostansiyalara yol açdı və söz yox ki, birinci növbədə bax bu sosial şəbəkələrin və internet medianın inkişafından öncə, tərəqqisindən öncə daha çox evlərdə idisə, bu gün aydın məsələdir ki, uzun illərdir ki, son 20 ili biz deyə bilərik cəsarətlə avtomobil sürücülərin kütləsini əhatə edir radio dinləyici. Amma buna rəğmən işdə, evdə və qulaqlığı taxıb da bizi dinləyən insanlar heç də az deyil. Söz yox ki, sosial şəbəkələr bir balaca azaldıb dinləyici sayını, bunu etiraf etmək lazımdır. Amma peşəkar insan o şəxsdir ki, və ya paradigmanı elə bir strukturlaşdırılmış şəkildə quran insandır ki, o sosial şəbəkələrə sadəcə qısqanclıqla baxmır, əksinə onlara uyğunlaşmağa çalışır. Mən başa düşürəm ki, sosial şəbəkələr bugün maraqlıdır, istər məzmunu ilə, istər fərqliliyi ilə. Digər tərəfdən sosial şəbəkələrlə inteqrasiya da var axı radiostansiyalarda. Bu da dinləyici kütləsinin əldə olunması deməkdir. Bir sözlə desək, bəli, daha çox sürücülərdir bizim dinləyicilər, amma onu da etiraf etmək lazımdır ki, yeni Azərbaycana gətirilən Çin istehsalı avtomobillərində də radiostansiyalar olmadığı üçün, yəni biz qondarma bir xüsusi zahirdən götürülmüş bir radiostansiya proqramlarını qururuq. İndi radio sevənlər bunu edir. Bu da bir qədər məhdudiyyət yaradır. Amma buna rəğmən mənim bir prinsipim var həyatda, istər radioda, istər başqa sahədə. Az olsun, saz olsun. Söhbət geniş auditoriyadan getmir. Söhbət həmin o auditoriya ilə yarada biləcəyin səmimiyyətdən gedir. Çünki sənin bir dinləyicin ola bilər. Amma o bir dinləyiciyə ötürdüyün istilik, səmimiyyət, maarifləndirici məzmun sayəsində təsirə görə o insan başqalarına təsir edəcək və bu mənada aparıcının hər şeyə rəğmən bir cəmiyyətin qarşısında məsuliyyəti var. Onun fərqində olub da o dinləyicilərə bir təkanverici qüvvəyə çevirir. Burada bir maraqlı tendensiyanı deyim. Deməli bizim bu podkast layihəmizi izləyən bəzi izləyicilərimiz var ki, onlar həmişə şərh yazırlar videoların altında və çox təsadüfən heç tanımadığım bir adam bəzən deyir ki, mən filan qonaqları dinləmişəm və s. demişəm, axı mən bunu heç hiss eləməmişəm, rəy filan. O deyir ki, mən gizli izləyiciyəm. İndi sizin radionda mən hər səhər işə gedəndə dinləyirəm. Amma heç vaxt nə SMS yazmamışam, nə mövzulara qatılmamışam, amma mən hansı tendensiyanı müşahidə edirəm, bu çox yaxşı bir şeydir. Sizə daimi eyni dinləyicilər zəng vururlar. Onların adlarını dinləmə. Onlar yəni o uzun illər ərzində toplanmış izləyici kütləsidirmi, dinləyici kütləsidirmi, yoxsa necə? Çünki mən bəzən elə olur ki, həftədə 2 dəfə eyni sizin dinləyicinizin sizə zəng vurduğunu görmüşəm. İndi siz orada təbii ki, o stimullaşdırıcı coinlər və s. belə bunlardan da amma mən hesab edirəm. Mənə elə gəlir ki, ən sadiq dinləyicisiniz sizə Tural. Hər şeydən xəbərdarsınız. Mən gizli dinləyiciyəm. Okay. Yəni, bəli, daimi dinləyicilər var. İstənilən radio verilişin öz auditoriyası var. Hansılar ki, sadiq olaraq illərdir onu dinləyirlər. Sənin bir növ qədər təkəbbürlüdən kənar qəbul edilsin. Bu söz dillər əzbərdə deyirəm, fanatıva çevrilir. Və uzun illər səni dinləyir. Niyə? Çünki özünü səninlə dost görür, bir komanda yoldaşı, bir ailə üzvü görür və bu çox gözəl bir münasibətdir deyə düşünürəm. Mən istəyərdim sizin sualınıza daha geniş cavab verməyim üçün sosial şəbəkələr məsələsinə qayıdım. Buyurun. Bəlkə də bu dediyim kimin üçünsə yenilik olacaq. Bəlkə də doğrudan effekti ilə şərh edəcək bunu. Sosial şəbəkələr ixtira olunduğu dəqiqədən daha çox inkişaf etməsinə səbəb gəncləri və yeniyetmələri görür. Yeniyetmə və gənclərin maraqları olmasa, onların özləri belə mövcud olmasa, o sosial şəbəkələr heç vaxt inkişaf etməyəcək. Niyə? Çünki rəqəmsal düzən, xüsusilə sosial şəbəkələr bugün gənclərə, yeniyetmələrə böyüklərdən gizlənmək üçün bir məkana çevrilir. Tural, gəl də etiraf edək ki, biz də yeniyetmə olanda, düzdür, böyüklərin öz yeri, amma biz istəyirdik bizim marağımızla eyni dalğada olan insanları tapaq, onlarla bölüşək və vaxtikən Instagramın inkişafına səbəb olan gənclər artıq böyüyüblər. Və yeni nəslin nümayəndələri artıq özlərini Discordda və bir başqa sosial şəbəkələrdə axtarıb tapırlar.
Bizim işimiz hal-hazırda bütün bu yenilikləri nəzərə alıb ora inteqrasiya etməyimizdir və düşünürəm bu bizdə heç də pis alınmır. Sözümü nəyə gətirirəm? Daimi dinləyiciləri biz nəzərə alsaq ki, uzun illər dinləyirlər, artıq yaşa dolublar, bizimlə bir yerdə böyüyüblər. Amma biz bu inteqrasiya ilə gəncləri də cəlb edirik. Hətta bizə ibtidai sinif şagirdləri belə zəng eləyir. Bəli, cəsarətlə zəng eləyir ki, biz sizin yeni mahnınızı bəyəndik, biz sizin bu mövzunuzu bəyəndik. Biz çalışırıq ki, fərqli çaplı insanlara xitab edək. Yaşından, vəzifəsindən, peşəsindən asılı olmayaraq. Süni zəka mövzusuna yəqin ki, siz qayıdacaqsınız, hə, onu da danışaq. Bir sual vermək istəyirəm. Bu dinləyicilərin yaş kateqoriyasından danışdınız. O sizdə yəqin ki, hər yaşda sadiq dinləyicilər var. Onları müxtəlif maraqları da cəmləşdirmək məsələsi var. İndi nəzərə alanda ki, 2 saatlıq efirdə musiqi çox az olur, daha çox mövzular və s. Sizcə dinləyiciyi daha çox nə ilə cəlb edirsiniz? İndi o səmimiyyətiniz, yaranan əlaqə, bu mənəvi tərəfləri kənara qoysaq, radio baxımından efirin hansı anı insanlar üçün daha cəlbedici olur? Bunun bir özünüz üçün statistikasını aparırsınızmı? Bəli. Təcrübəyə əsasən deyəcəm ki, nə qədər biz o səmimiyyəti, ibtidai xüsusiyyətləri kənara qoysaq da dildə, amma qoya bilmirik. İzah edim nə demək istəyirəm? Bir incə paralel gətirmək istəyirəm. Baxın, bu dəqiqə Forbes jurnalının siyahısına düşən şəxs də və Afrikanın Ucqar kəndində suya belə həsrət qalan kasıb oğlanın birləşdiyi bir vahid məhfum var. Futbol. Misal gətirin. Həmin Forbes-a düşən insan da Messinin tişörtünü geyinir. Həmin o kasıb oğlan. Onları birləşdirən futbol, dilsiz kommunikasiya, orada olan iradə, orada olan uğur, orada olan qələbələrdir, zəfərdir. Əslində Messi deyil onların marağı. Onların marağı müdafiəçini keçib, süni maneələri keçib irəliləməkdir, irəli getməkdir. Çünki onlar motivatordurlar. Biz də motivator olmağa çalışırıq. Nə ilə? Bizi də birləşdirən ibtidai xüsusiyyətimiz var. Yenə də deyirəm, peşəsindən asılı olmayaraq. Mən desəm ki, bugün bizi birləşdirən deyək ki, pop janrıdır, yanılacağam. Niyə? Çünki pop janrını da, Azərbaycan xalq mahnılarını da, xanəndələrin belə ecazkar ifalarını da eyni aparıcı, gözəl şəkildə çatdıra bilər və eyni dinləyiciyə sevdirə bilər. Burada çatdırılmaqdan çox şey asılıdır. İnsan onu necə çatdırır? İnsan başa düşməlidir ki, məzmunu çatdırmaq üçün sadəcə danışmaq deyil, qəlblərə toxunaraq sən onu çatdırmalısan. İsti ürəklə çatdırmalısan onu, o səmimiyyəti yaratmalısan. Radio sənin dostundur da bir sözlə və sən o dostu necə təqdim edəcəksənsə, yəni hesabı verən biz idiyə bizi sevirlər, necə deyərlər. Yaxşı, Emin bəy, burada bir maraqlı məqamı da vurğulamaq istəyirəm. Təbii ki, mən sizə radio aparıcısı kimi yox, bu dəfə dinləyici kimi sual vermək istəyirəm. Məni narahat edən bir məqamdır. Mən yazılarımda da yazmışam, burada efirdə də söyləmişəm. Bəzən özəlliklə o axşam tıxacları saatında çox qəribə səs tembri eşidirik. Yəni digər radio kanallarında narahat edici bir səs tonu eşidirik. Dinləyici ilə kobud danışıq var. Sizin dediyiniz o səmimiyyətdən kənar dırnaq arası səmimiyyət adı altında dinləyicini bəzən aşağılamaq prosesi var və bunun peşəkar media tədqiqatçıları hamısı bunu yaxşı eşidirlər və yaxud da ki, axşam saat 6-dan 8-ə qədər, yəni mən başa düşürəm, istənilən bir layihə olmalıdır radiolarda və s. Ancaq avtomobillərdən, maşınlardan, yəni tutaq ki, mən bəlli bir markanın avtomobilini sürürəm da, yəni hər gün ancaq avtomobilə aid efir həsr eləmək və inanın ki, bəzən o axşam saatlarında indi Media FM-in konkret bəlli bir musiqi, xarici musiqi sevərlər, mən düşünürəm ki, hamısı dinləyirlər, amma axşam o saatlarda dinləməyə bir şey tapmaq olmur radioda. Məsələn, bir dinləyici kimi mövqeyini alın. Bu dəfə aparıcı yox, bir dinləyici kimi sən necə düşünürsən? Birinci növbədə səmimi olub, səmimi sualınıza görə sizə təşəkkür bildirirəm. Çox vacib nüansa toxundunuz. Hansına ki, bəlkə də illərdir toxunurlar, amma yenə də toxunulursa, demək burada müzakirəyə səbəb nüanslar var, detallar var. Birinci növbədə avtomobil verilişlərindən danışmaq istəyərdim. Bizim radiostansiyada avtomobil verilişi hal-hazırda yoxdur. Və güman ki, yaxın illərdə olmayacaq. Bizim formatımız bir başqadır. Avtomobil verilişlərin işıq üzü
işıq üzü görməsinə səbəb söz yox ki, bu məzmuna insanların ehtiyaclı olmasıdır. Ya da marağı. Bəli. Əlbəttə ki, sizi bu maraqlandırmır və bu normaldır. Nə qədər insan varsa, o qədər zövqlər var. Bütün zövqlərə oxşamaq qeyri-mümkündür. Biz konfet deyilik ki, hər kəsin xoşuna gəlir. Biri house janrını bəyənir, biri techno house, biri melodik texnonu, biri isə avtomobil verilişlərini bəyənir və əgər onu bəyənirsə, xüsusilə əgər biz kommersiya radiostansiyadan danışırıqsa, aparıcılar və rəhbərlik bundan pul qazana bilirsə, niyə də bu olmasın məsələsi var. Digər tərəfdən digər ölkələrdə demək olar ki, avtomobil verilişləri yoxdur bir çox ölkələrdə. Mən yaxın qonşu ölkələri tək nəzərdə tutmuram. Rusiyanı, yəni misal üçün Türkiyəni və s. biz Skandinav ölkələrini də, Qərbi Avropanı da nəzərdə tuturuq. Çünki onların ona ehtiyacı yoxdur. Bizdəki tıxac var. Bizdəki avtomobildə olan nasazlıqlar aktual məsələlərdən biridir. Tıxac İstanbulda da var məsələn. Misal çəkirəm. Aydın məsələdir. Bəli. Əslində mən Emil bir düzəliş eləyim. Buyurun. Bəlkə fikrimi düzgün, yanlış anlaşılmazsa mən əlbəttə o verilişlər də olmalıdır. Burada yanlış anlaşılmasın ki, biz indi digər dostlarımızın, həmkarlarımızın avtomobil verilişləri niyə var deyirəm. Xeyr, mən kontenti biraz daha fərqli, daha zəngin eləmək olmazmı? Yəni tutaq ki, mən o avtomobil sahəsi ilə məşğul deyiləm də. Yəni ancaq hər gün ustaların danışmağı və s. Yəni burada bir dəyişiklik olarmı? Bax bu rakursda demək istəyirəm. Yoxsa yanlış anlaşılmasın ki, biz buradan sanki çağırış edirik ki, bu verilişlər var və s. Yox, burada yanlış anlamaq üçün bir zəmin də yoxdur. Siz tam haqlısınız. Bəzən bu aşırı dərəcədə olur və dinləyicini yorur. Bu normal bir istiqamətdir, normal bir yanaşmadır. Çünki axşam xüsusilə insan işdən çıxıb sükan arxasına keçəndə o bir qədər rahatlamaq istəyir və düşünmürəm ki, sadəcə naklatka sözü və ya şaraboy sözü onu rahatlaya bilər. Əksinə daha da gərgin saxlayacaq. Çünki onsuz da onun müəyyən gərginlik yaradacaq problemləri var. Üstəlik bir avtomobili də bu radio efirdən sonra saxlayıb, doğrudan yoxlayım görüm mənim avtomobilimdə nə problem var. Siz haqlısınız. Bax, biz indi gəldik məzmunu necə təqdim etmək məsələsinə. Bəli, avtomobil haqqında da danışmaq olar, amma necə danışmaq? Bunu məncə rəngləmək olar. Çünki aparıcı birinci növbədə anlamalıdır ki, səsi, danışığı onun alətidir, daha dəqiqsən fırçasıdır. Mən bu metaforalara bəs yerə deməlim. İntonasiyası və verilişin formatı isə palitradır. Necə rəngləyəcəksən, səndən asılıdır. İntellektual verilişlər bugün deyək ki, bütün ölkələrdə var. Amma onları fərqləndirən nədir? Baxırsan, hamısında sual-cavab. Onları fərqləndirən formatdır, sözünüzə qüvvət. Mən sizinlə tam razıyam ki, formatı daha maraqlı etmək olar, amma bunun üçün də insanda gərək potensial olsun ki, onu səfərbər etsin. Hardan əldə etsin bu potensialı? Deyək ki, radio jurnalist olsun, düşünmürəm. Təcrübə onu göstərir ki, insan daha çox digər radiostansiyaların məzmunu ilə tanış olmalı, peşəkarlarla çalışmalı, anlamalıdır ki, Avropa radiostansiyaları necə işləyir. Çünki biz müstəqilliyi bərpa edəndən sonra daha çox qərb radiostansiyalarına kökləndik. Və sizinlə tam razıyam. O ki, qaldı yorucu səslərə. Səslər müxtəlifdir. Mən düşünürəm, bugün etik qaydalardan kənar çıxan insanlar haqqında qanunvericilikdə xüsusi müddəalar var. Onlar da onun fərqindədirlər. Əgər belə bir hal baş verirsə və Milli Televiziya Radio Şurasının audiovizual şöbəsi də buna nəzarət edir. Nə dərəcədə nəzarət edir? Bunu aparıcılar və radio işçiləri, dinləyicilər özləri etiraf edə bilərlər. Sadəcə aparıcı mənə elə gəlir ki, bəzən özünü dinləmir. Mütləq aparıcı özünü dinləməlidir ki, özünü dinləyicinin yerinə qoysun ki, mənim səsim qulağı kəsirmi? Mən aşırı dərəcədə danışırammı? Mən hansı cümlələrdən istifadə edirəm? Nitq saflığına riayət edirəmmi? Məntiqi vurğulara istifadə edirəmmi? Söz anbarım genişdirmi? Kitab oxuyuramı? Yoxsa eyni sözləri, misal üçün parazit sözlər var da biz öyrəşmişik. Təbii ki, gözəl, o bəzi toy aparıcıları var. Çıxır deyir ki, bugün çox gözəl günümüz var, çünki gözəl insanlar gəlib. Onu başqa sözlərlə əvəz etmək olar. Və burada bir məqam da var. İstəyirəm elə qısaca bu məqama da toxunaq. Bir radio aparıcısı ki, məsələn, qırmızı xəttlərim var mı? Tutaq ki, mən radioda heç vaxt bu tip bir veriliş aparmaram. Bu indi olan bir format olmaya da bilər. Belə bir yanaşma var, yoxsa peşəkar radio aparıcısı üçün fərqi yoxdur, o hər bir layihəni apara bilər? Peşəkar radio aparıcı istənilən məzmuna
alışa bilər və o məzmunu gözəl çatdırmağa nail ola bilər. Mən bunu əminliklə deyirəm ki, insan bu gün əgər hit radiosunda Avropa hitlərini çatdırırsa, sabahsı gün deyək ki, bir başqa qonşu radiostansiyaya köçüb milli mahnıları, xalq musiqilərini, muğam incilərini çatdıra da bilər. Amma müəyyən xəttlər var ki, ona qırmızı xətt deməyək, sadəcə olaraq insanın ampluası ilə bağlayaq onu. O zövq də maraq məsələsidir. Mən düşünmürəm ki, bugün mən şeir deyə bilərəm, məsələn. Mən demirəm bu pisdir, yaxşıdır. Mən onu müzakirə etmirəm. Şeiri də sevən var. Mən də şeir sevirəm. Özüm də vaxtı ikən yazmışam, eləmişəm. Bəli. Sadəcə olaraq mən özümü orada görmürəm. Mən başa düşürəm ki, mən orada daha süni olacağam. Onsuz da süni zəka yavaş-yavaş hamımızı ixtisara salır və bizi uzaqlaşdırır. Biraz da mən bunu aşırı dərəcədə yamsılasam, mənə də gəlir ki, uyğun olmayacaq. İnsanın ampluası. Özümü orada görmürəmsə, güman ki, orada işləyə bilməyəcəm, sıxılacam və sıxılmağım gərginlik efir vasitəsilə ötürüləcək. Və bunu həmişə həm radio, həm televiziya əlaqələri olan aparıcılara sual vermişəm. Radio yoxsa televiziya sənin üçün daha doğmadır? İndi bəlkə də burada izləyən deyəcək ki, neçə ildir səhər tezdən o başdan oyanıb saat 8-də efir aparırsa radio, amma televiziya necə? Birmənalı olaraq radio mənim üçün daha doğmadır. Çünki uzun illər daha çox radioda çalışmışam, televiziyada da çalışmışam, amma daha az müddətdə. Söz yox ki, bu yaxınlarda yeni layihələrimiz olacaq, amma radio mənə daha doğmadır. Televiziya ilə radionun fərqi haqqında uzun-uzadı danışmaq olar. Qısa olaraq onu demək olar ki, televiziya vizual ötürücüdür, radio təxəyyülündə yaratdığın teatrdır. Kitab kimi. Sən məzmunu yaradırsan beynində və o məzmunun təməli, ssenarisi necə yazılacaqsa, bu artıq aparıcıdan asılıdır. O daha maraqlıdır da, gəlin etiraf edir. Biz dəfələrlə görmüşük ki, kitab oxuyan şəxs kitab əsasında çəkilən filmə baxanda deyil. Kitab daha maraqlı deyil. Niyə? Çünki biz təxəyyülümüzü işə salırıq. Təxəyyül olduqca vacib bir məsələdir. Filmi beynində özün çəkirsən kitabı oxuyanda. Mütləq. Televiziya görünüşlə müəyyən qədər sözün yaxşı mənasını aldada bilir. Deyək ki, biz gözəl geyinmişik və adi A nöqtəsindən B nöqtəsinə bu gözəl kostyumda gəzərək pauzanı, fasiləni doldura bilirik. Radioda sən fasiləni doldura bilmərsən. Ya mahnı olmalıdır, ya reklam olmalıdır, ya da sənin danışığın. E-lərin çoxdursa, A-ların çoxdursa, nitq saflığına riayət etmirsənsə, bu hiss olunacaq və sənin soyuluğun nəticəsində olan kütləni də itirəcəksən. Bir də Emil bəy, bir sualı da sonda vermək istəyirəm. Sizin danışığınız həm də o radioda apardığınız səhər şousunda, o efirdə də bir də təbii ki, bir obraz var. Sizinlə bir yerdə paralel indi qismət olaraq bir gün sizin tərəf müqabilinizi də dəvət eləyərik və yeri gəlmişkən bu yaxınlarda Rüstəm Əliyev də Media FM-in rəhbəri də burada oldu. Biz çox maraqlı bir müzakirə apardıq və qərarı almışıq ki, fərqli mövzularda Rüstəm müəllimi tez-tez dəvət eləyək. Onun məsələn obraz yaratması, tutaq ki, sizin ədəbi dil normalarına bu qədər riayət etməyiniz, zaten intellekt, mən də səhv elədim, onsuz da intellektiniz də bilinir. Amma bir də digər tərəfdə bir obraz var, bir radio aparıcı obrazı var və o Bakı ləhcəsində danışır və s. O ideya kimdən gəldi ki, məsələn, birimiz belə bir obraz yaradaq və s. Mənim üçün maraqlı olduğu üçün soruşuram ki, bunu da bilir. Çünki əgər biz kreativlikdən danışırıqsa, elə sizin o səhər şousunun özündəki bu ideya özü də kreativ bir şeydir. Təşəkkür edirəm, çox sağ olun. Əslində bu tendensiya uzun illərdir ki, bir başqa radiostansiyalarda, bir başqa ölkələrdə mövcuddur. Hardakı bir aparıcı var və onun yanında həmkarı, hansı ki, müəyyən obrazlara girib və obrazı çox gözəl canlandırır. Biz düşündük ki, bu Bakılı olan Kamran dostumuzu dəvət edək. Niyə? Həyatımızda dost olduq, həmkar olduq və gördük ki, eyni dalğadayıq. Zarafat baxımından, yanaşma baxımından, müəyyən satirik və sarkazm yönlü zarafatlar baxımından dedim, gəl sınayaq. Sınayaq və sən obrazdan çıxma, çünki obrazdan çıxsan alınmayacaq. Dinləyicilərin xoşuna gəldi, onlar bugün də xoş sözlər yazırlar. Adi, mən və ya həmkarım Kamran efirdə olmayanda darıxırlar, deyirlər ki, niyə yoxsan? Digər tərəfdən, gəlin etiraf edək ki, müstəqilliyi bərpa etdikdən sonra xüsusilə televiziya tamaşaları qoyulmağa başladı Azərbaycan televiziyasında və bu bir yenilik idi. Biz ona alışmamışdıq, çünki biz teatrı səhnədə görərdik. Bu bir yenilik idi. Harda ki,
televiziya verilişi kimi, sənədli film kimi teatr təqdim Bəli, edirlər. bəli. Amma çox gözəl alındı. Qatarda tamaşası, evləri köndələn yar, ac hərflər, yarımştat. Bunların hamısı bu gün də orada səslənən sözlər Bu gün də dillər aktualdır. əzbəridir. Bəli, görün Telman Adıgözəlov rəhmətli neçə dənə obraz yaratmışdı. Bəşir neçə dənə obraz yaratmışdı. Bizim rəhmətli Siyavuş Aslan və digər saydıqca bitməz. Onlar müxtəlif obrazlara girə bilirdilər. Amma hər şeyə rəğmən səhnəyə çıxıb deyək ki, hər hansı bir mötəbər tədbirdə sadəcə sıradan bir nitq söyləyəndə artıq intellektual hissəsini, beynin intellektual hissəsini işə salırdılar. Bəzən aktyorlara, səhnə adamlarına və deyim ki, radio televiziya işçilərinə sual verirlər ki, siz radioda belə deyildiniz axır. Siz səhnədə, siz həyatda niyə beləsiniz? Başa sala bilirsin ki, əzizim, bu teatrdır, bu səhnədir. Mən aydın məsələdir ki, Turalla hal-hazırda əyləşmişəm və biz tamaşaçıların zövqünü və tamaşaçıları cəmiyyət olaraq, cəmiyyətin böyük bir hissəsi olaraq onların məsuliyyətinin fərqində olub belə danışırıq. Amma real həyatda oturub çay içsək bir qədər sərbəst olarıq. Məsələ budur. Bax belə, yəni istəyirsiniz bunu kreativliyə bağlayaq, istəyirsiniz bunu bir başqa teatrın hansısa qoluna bağlayaq, hər halda buna ehtiyac var. O xalqın nümayəndəsidir. Biz çalışırıq, Mediafam radiostansiyası ümumiyyətlə bildiyiniz qədərilə 2008-ci ildə təsis edilib, 2009-cu ildə artıq fəaliyyətə başlayıb və ardıcıl olaraq bir neçə dəfə ilin ən yaxşı radiostansiyası seçilib və bu adı doğrultmağa çalışır bu gün də. Və bu mənada bu gün tək Bakı şəhərində deyil, bölgələrimizin hər bir yerində Mediafam səslənir. Biz də çalışırıq bölgələrin hər bir yerinə necə deyirlər, şamil edək bütün bu məzmunu. Eyni enerji ilə. Bəli, eyni enerji. Çünki yenə də deyirəm, hamımızı birləşdirən xüsusi xüsusiyyətlər var, iqtidai xüsusiyyətlər. Bu nəzakətli olmaqdır. Bu birimizə qarşı olan sadiqlikdir, səmimiyyətdir. Onları heç nə əvəz etməyəcək. İndi bilmirəm, sual verəcəksiniz süni zəka ilə bağlı. Verəcəm mütləq. Elə onda yeri gəlmişdən o sualı da ünvanlayım. Çünki süni intellektlə bağlı biz ayrıca müzakirələr də aparmışıq. Burada sırf o sahənin mütəxəssisləri də olubdu. Bilirəm siz də tez-tez mövzu olaraq da toxunursunuz. Təbii ki, süni zəkadan hər kəs istifadə edir. Mən onun pozitiv tərəflərini daha çox dəyərləndirməyin tərəfdarıyam, amma burada peşələrlə bağlı gələcək qayğıları mövcuddur ki, bəzi peşələr aktuallığını itirəcək və hətta artıq belə deyim, mən hiss edə bilirəm. Məsələn, bizim həmkarlarımız var ki, politoloqda siyasi şərh verir. Yəni, baxanda bilinir ki, o süni intellektdən aşırı istifadə edib və yeri gəlmişkən, Emil, bax, çağdaş Avropa ədəbiyyatında bəzi roman yazanlar özləri yazırlar ki, bu kitabın ərsəyə gəlməsində 35% süni intellektin imkanlarından istifadə edilir. Radio üçün nə təhdidi var? Məsələn, süni intellektin. Süni intellekt bir radio aparıcısını heç vaxt əvəzləyə bilməz axı. Çünki bəzən siz də o polemikanı aparırsınız. Çünki bunun da əsas səbəbi süni intellektin duyğusu yoxdur da. Sizə bir bu barədə də bir fikir bildirəsən. Süni zəka qeyd etdiniz ki, aparıcını heç vaxt əvəz edə bilməz. Mənim xoşuma gəlsin düşüncəniz. Birinci növbədə bunu qeyd edim. Bu gün elə efirdə xəbər oxuduq ki, Hollywoodda süni zəka obrazına aktyor olaraq Oscar veriblər. Və bir çox aktyor və aktrisalar buna etirazını bildirdilər ki, bu nə deməkdir? Bizi salırsınız ixtisara. Mən düşünmürəm ki, etiraz etməklə məsələni biz çözə bilərik. Əksinə, texnologiyalar dayanmayacaq. Bugün çağdaş dövrdə biz görürük ki, texnologiyalar innovativ həllərdir, yüksək texnologiyalardır, süni zəkadır, sürətlə inkişaf edir, tərəqqi edir və bunun qarşısını almaq əvəzinə biz buna uyğunlaşmalıyıq. Çünki biz onun qarşısını ala bilməyəcəyik. Biz ora doğru gedirik. Artıq bütün futuroloqlar bu barədə danışır. IT mütəxəssislər, süni zəka ilə dərindən məşğul olanlar, OpenAI şirkətinin nümayəndələri andaman edirlər ki, uyğunlaşın, qarşısını kəsməyin. Bugün dünyada bir çox ölkələr artıq süni zəka ilə təchiz olunmuş radiostansiyalara keçiblər. Xüsusilə onlayn platformaları qeyd etmək olar. Hansılar ki, cəsarətlə demək olar, bir çox radio aparıcıları, redaktorları və radio işçilərini əvəzləyirlər. Necə? Onlar təsəvvür edir ki, saniyələr ərzində bizim saatlarla üzərində düşdüyümüz işləri əvəzləyirlər. Onlar playlistlər yaradırlar və bu playlistləri sadəcə qondarma, necə deyirlər, göydən ağıllarına gəlmir onların. Onlar
dinləyicilərin coğrafiyasını təhlil edirlər, zövqlərini təhlil edirlər, vahid bir janra gəlirlər, zövqləri oxşamaq üçün xəbərləri tapırlar, xəbərləri qısaldırlar, xülasəsini çatdırırlar və səs generasiyasından da keçirlər. Bunu bugün süni zəka edir. Azərbaycanda hal-hazırda maksimum süni zəkadan istifadə, mən gördüklərimi deyirəm və hal-hazırda radio stansiyamızda istifadə etdiyimiz alətlərə əsas tutub bunu cəsarətlə deyirəm. Söz yox ki, birinci növbədə chatbotlardır, chat GPT-dir, DeepSeek-dir, Gemini-dir. Bəli, etiraf edirəm, mən də ondan istifadə edirəm. Təbii ki, orada yəqin ki, məlumatlar üçün. Biz indi utana bu barədə danışırıq ki, yox, bizim potensialımız var. Sadəcə olaraq bizim sürətimizi artırır ChatGPT. Biz görə biləcəyimiz işi o daha tez edir. Aydın məsələdir ki, tam da zövqümüzə uyğun deyil. Biz onu düzəliş edirik falan və deyərdim hətta 80%-ını düzəldirik. Amma yem verir ki, həzm edək, bir potensial bizə verir. Bundan istifadə edir və bir çox radiostansiyalarda artıq səsli chatlardan da istifadə edirlər həmkar olaraq. Bu demək deyil ki, radio aparıcılar ixtisara düşəcək. Mən buna inanmıram. Niyə? Çünki robotun, süni zəkanın soyuq əlləri, isti nəfəsi, isti danışığı əvəz edə bilməyəcək. Hansını ki, biz bir stəkan çay süzüb də dinləyicilərlə sanki masa arxasında əyləşib söhbət edirik, onu əvəz edə bilməyəcək. Mən buna inanmıram açığı. Və bu sadəcə olaraq mənim məhdudiyyətlərimdən irəli gəlmir. Sadəcə təhlillər onu göstərir ki, insanı əvəz etmək hələ ki çətindir. Və sonuncu sualı ünvanlamaq istəyirəm. Burada əslində bir neçə sualı birləşdirəcəm, amma xahiş edirəm, lakonik bir cavab verəsiniz. Siz bilirik ki, keçmişdə musiqi, raplə də məşğul olmusunuz bir dövrdə. Mən özüm də təbii ki, o keçmişdə az rapdə olan uşaqlarla, o hostun yarandığı ilk dövrlər, Elxan Qaraqan, digər bizim o universitetdəki gənclər və s. Və indi o dövrə nisbətdə əlbəttə ki, az rapin imkanları da genişdir. Onlar indi pul qazana bilirlər, o dövrdə bu imkanlar kasad edir və hətta sizin bəzən o radiodakı şounuzda da rap istedadı bilinir. Elə bu sualı bu kontekstdə vermək istəyirəm. Bizim bu tip musiqilərə, rap, rock və digər janrlar, bunları daha çox təbliğ etmək lazımdır ki, onsuz bizim dəyərlərimiz var, milli musiqilərimiz var və s. Siz bu sahədə bir şey düşünürsünüz, məgər bu istedad varsa, bu keçmiş varsa, və bir də şeir yazmaq məsələsini vurur. İndi mən soruşmaq istəyirəm, bir, yaradıcılıq, yəni musiqi ilə bağlı və konkret olaraq rap ilə bağlı bir planlar varmı? Və digər bir məsələ, nə vaxt özünə ədəbiyyatda görürsən, məsələn, bir povest yazasan, bir roman yazan, indi şeiri vurğuladım, poeziya təbii ki, ayrı, tamam ayrı bir dəryadır. Nəsr sahəsində bir marağın varmı? İstəyirəm sonunda bunu da cavablandırasan. Vaxtı ikən bəli, rap yazırdım və hətta yerli telekanalların birində bir layihəyə qatılıb finala qədər çatmışdım. İnsanlar mənə səs verirdi. Bu potensialı indi də məndə görürlər, xahiş edirlər. Dilinizə qüvvət ki, efirdə səsləndirirsən, çox gözəl alınır. Niyə də davam etmirsən? Düşünürəm, bugün yetəri qədər reperlər var, hansıları ki, xalq kütlə sevir. Daha çox aydın məsələdir ki, yeni yetmələr falan. Düzdür, mən daha çox köhnə məktəbin tərəfdarıyam. Old school deyilən bir məfhum var, siz də çox gözəl bilirsiniz. Amma zövqlər müxtəlifdir. Bəlkə də mən yenidən nəsə yazdım, kim bilir. Açığı bu dəqiqə bir kiçik anons etmək olar mümkünsə. Mən bir sözlər yazmışam, bu daha çox uşaqlığımızla bağlıdır və uşağı formalaşdıran amillərə aid edilən sözlər yazmışam. Hansını ki, daha çox pop-rock üslubunda oxuyacam, güman edirəm. İndi çalışıram bu barədə. O ki, qaldı müxtəlif zövqlərə. Aydın məsələdir ki, əvvəllər radio və televiziya bizim əsas zövqümüzü formalaşdıran mənbələrə çevrilmişdilər. İndi fərdləşdirilmiş platformalar var. Bu Spotify-dır, YouTube-dur və digər Apple Music, Apple Plus və s. və ilaxır. Bunlar var. İnsanlar fərdi olaraq azad seçimə malikdirlər. Digər tərəfdən sual yaranır ki, qardaş, siz niyə roka az verirsiniz? Siz niyə alternativ musiqinə az verirsiniz? Az vermirik, balanslaşdırılmış şəkildə veririk. Niyə? Bunun kommersiyalı radiostansiya olduğunun fərqində olmalıdır insanlar və hər radiostansiyanın öz formatı var. Biz universal bir istiqamət seçmişik ki, hər kəsin zövqünü oxşayaq. Bizdə rock da olur, alternativ rock da, melodik texno da olur, house da olur, afro house da olur. Rihanna da səslənir, Michael Jackson da səslənir, yeri gələndə Ras qrupu da səslənir, mənim sevimli qruplardan biri. İzah edə bilmirsən ki, sən alternativ janr hansı ki, böyük kütlə üçün hələ ki
çiğdir, böyük kütləni nəzərdə tuturam. Cəsarətlə bu mənim sorğularımın, monitorinqimin nəticəsidir. Onunla sən Survivor sözü yadıma gəlir. Radiostansiya olaraq sağ qala bilməyəcəksən. Çünki kommersiya radiostansiyası. Bunu etiraf etmək lazımdır. Bu alınmalıdır. Bunun kütləsi böyük olmalıdır. Sponsorlar da istəyir ki, sən böyük kütləyə çıxış əldə edə biləsən. Bu normal bir biznes əməkdaşlığıdır. Digər tərəfdən heç bir radiostansiya istəməz ki, onun az sayda dinləyicisi olsun. Amma universal olmaq mümkündür. Bir də Ədəbiyyatla bağlı bir plan varmı? Mənim fəaliyyətimdə mən hal-hazırda kitab yazıram. Kitab yazıram və bilmirəm nə vaxt işıq üzü görəcək, bilmirəm onu nə vaxt davam etdirəcəm. Romandır yoxsa? Romandır, anti-utopiya janrında olacaq. Post-apokalipsis məfhumlarından belə istifadə edəcəyimi düşünürəm. Amma bu sadəcə bir anti-utopiya janrında olan film deyil. Siz anti-utopiya janrı ilə mən əminəm ki, yaxından tanırsınız. Orada əslində anti-utopiya sözündən sadəcə istifadə edilir, amma insanların daxili hisslərindən, insanların özlərindən bəhs edirlər və bu mənada ən sevdiyim janr, hansı ki bu çərçivəyə sığır, misal üçün cyberpunk deyirlər ona, kiberpunk janrıdır. Blade Runner adlı bir film var idi, ülke üzərində gəzən. Nə üçün xoşlayıram bu filmi? Orada sonunda mən düşünürəm bu elə verilişimizin nida işarəsi ola bilər. Bir mesaj olaraq baxmayanlar baxsın. Çox gözəl bir məkana toxunurlar, məqama toxunurlar. İnsanların öz xüsusiyyətləri, keyfiyyətləri əsasında ixtira etdiyi biorobot sonda başlayırlar, həmin o biorobotlar başlayırlar azadlıq çarçasına çevrilirlər və insanlara qarşı çıxırlar. Çünki insanlar onları məhv etmək istəyir. Ki, siz niyə bunt qaldırmısınız, siz niyə bizə qarşı çıxırsınız, sizi biz yaratmışıq, təkəbbürlü artıq özünü göstərir. Biorobot axırda deyir ki, siz bizi öz keyfiyyətlər və xüsusiyyətlərinizin əsasında yaratmısınız. Siz özünüz özünüzə qarşı çıxırsınız. Siz azadlıq istəyəndə, sərbəstlik istəyəndə, istəyirsiniz ki, sizə imkan yaratdırsınlar. Başqası istəyəndə imkan vermirsiniz. Gəlin bir-birimizə imkan yaradaq. Mehriban olaq, nəzakətli olaq. Onda vallahi istənilən cəmiyyət tərəqqi görəcək. Təşəkkür edirəm Emin bəy, çox sağ olun. Minnətdarım, sağ olun. Xatırladım ki, bu gün arxa planda mənim qonağım tanınmış radio və televiziya aparıcısı, Media FM-in baş prodüseri Emil Nəsrov idi. Biz radio haqqında çox geniş bir söhbət apardıq, amma Emil bəy kifayət qədər intellektual və maraqlı müsahibdir, həm söhbətdir və düşünürəm ki, növbəti verilişlərdə də biz müxtəlif mövzularda onunla yenidən bu platformada müzakirələr edəcəyik. Minnətdaram, mən də etimad göstərdiyiniz üçün, nəzakətli davrandığınız üçün və nit saflığını maksimum riayət etdiyiniz üçün, belə çox dostcanlı olduğunuz üçün sizə təşəkkür bildirirəm. Uğurlar arzu edirəm. Sağ olun.